Karl Popper, geçmiş əsrlərin yaxşı filosoflarından biri, onun çox yaxşı söz var, deyir, həyatın mahiyyəti problemlərin həll edilməsidir. Belə biraz pessimistik yanaşma da, real olaraq da biz səhər dururuq, üzümüzü yumalıyıq, problemdə onu həll etməliyik. Nəsə geyim tapmalıyıq, işə getməliyik, problemdə necə gedib çatacağım, nə geyinəcəm. Və insan həyatı prinsipcə problemin həll olunması üzərində qurulubdur. Və pul və varlıq elə bir məfhumdur ki, o problemlərin həll olunmasını asanlaşdırır. Biz yaxşı təhsil istəyirikmi? Onun üçün daha yaxşı müəllimlər olmalıdır, daha yaxşı mavaciblər olmalıdır. Biz daha yaxşı tibb istəyirikmi? Tibb çox bahadır, bilirik, avadanlıqlar çox bahadır, diaqnostika çox bahadır. Bunun üzərində bu da pulla həll olunur. Daha yaxşı yollar istəyirik, bu da pul tələb edir. Biz bir çox problem xoşbəxtliyə gətirməyəcəkdir, amma düşünən problemlərin əksəriyyətini daha rahat həll etmək hardasa xoşbəxtliyə yaxınlaşdırır sözsüz. Və söz məqsədi odur ki, biz iqtisadiyyatımızı böyüdərək bir çox problemlərimizi həll edə bilirik. Ona görə də mənim məqsədim iqtisadi düşüncə tərzini anlatmaqdır, insanları reallığa gətirmək.